Zəhərli zob, yəni tireotoksikoz nədir? Zəhərli zob, tibbi dildə desək tireotoksikoz, qanda tiroid vəz hormonlarının, yəni T3 və T4 hormonlarının artması deməkdir. Bir pasiyentdə bu hormonların yüksəkliyi, yəni zəhərli zobu gördükdə mən adətən belə izah verirəm. Bəli, tiroid hormonlarınız yüksəkdir. Bu da zəhərli zobunuzun olduğunu göstərir. Amma biz bunun səbəbini, yəni həqiqi və ya yalançı tireotoksikoz olduğunu ayırd etməliyik. Çünki bu fərq müalicə və təqib planını tam dəyişir. Həqiqi tireotoksikozda tiroid vəzi çox aktiv işləyir və hormonları normadan artıq ifraz edir. Bu halda müalicədə məqsəd vəzin həddindən artıq aktivliyini azaldan, tiroid hormon ifrazını azaldan dərmanlarla müalicəyə başlamaqdır. Yalançı tireotoksikozda isə tiroid vəzi artıq hormon ifraz etmir. Sadəcə əvvəlcədən vəz içərisində toplanmış hormonlar zədələnmiş hüceyrələrdən qana atılır. Bunu pasiyentlərimə belə izah edirəm. Bu, sanki içi su ilə dolu bir şarı iynə ilə deşməyə bənzəyir. Şar partlayanda içindəki su bir anda ətrafa səpələnir, tiroid zədələnəndə də içindəki hormonlar bir anda çölə, yəni qana tökülür. Bu halda isə müalicədə tiroidin işini azaldan deyil, iltihabı və tiroid vəzinin parçalanmasını azaldan müalicə təyin olunur. Məhz buna görə də tireotoksikoz diaqnozu qoyulan hər bir xəstədə səbəbi dəqiqləşdirmək çox vacibdir. Çünki müalicə tam fərqli prinsiplərə əsasən aparılır.